Mən və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Ramazan ayı və Ramazan ayının ilk cüməsi Allah Taala bu əziz günləri bütün İslam ümmətinə mübarək qərar versin inşallah. Allah Taala bu ayda etdiyimiz bütün ibadət və itaətləri dərəcəyi qəbul etirsin. Biz keçən cümə günündə Ramazan ayında hansı əməllər daha fəzilətlidir? Peyğəmbər sallavatullahın buyurduğu kəlamlardan istifadə etdik. Bugünkü söhbətimizdə oruc tutmaq barəsində danışacağıq ki, oruc tutmağın insana mənəvi faydaları, mənəvi təsirləri. Əlbəttə ki, bizim bir silsiləvari Əsmaül Hüsnadan olan söhbətimiz davam edəcək. Sadəcə Ramazan ayının ilk günləri olduğundan və həmçinin daha münasib olduğundan oruç tutmaq barəsində bugünkü söhbətimiz bu barədə olacaq. Ərəb dilində oruc sözü saum kəlməsindəndir. Saum, yəni tutmaq deməkdir. Biz deyirik oruc tutmaq, hələ saum sözünün mənası tutmaq deməkdir. Bəməna imsak, bu mənada deyirlər. Neyi tutmaqdır, neyi saxlamaqdır? Bəzən biz ibadət edirik, amma ibadətdə yaxşıdır ki, təfəkkür də eləyək. Namazdır, orucdur və digər ibadətlərimizdə yaxşıdır ki, biz ibadətimiz barəsində fikirləşək. Təkcə bu cür olmasın ki, mən bu namazı qılım, bu mənim boynumdan götürülsün. Mən bir ay Ramazan ayını oruc tutum, yəni oruc boynumdan götürülsün. Əgər biz bu ibadətlərin fərqinə varsaq, əlbəttə ki, ibadətlərin ruhumuza təsiri daha çox olar, daha böyük olar. İmam Əli əleyhissalamın kəlamı ilə söhbətimizi davam etmək istəyirəm. Dedik ki, savm tutmaq deməkdir, saxlamaq deməkdir. Oruc barəsində çoxlu hədislər var, çoxlu hədislər qeyd olunub. Peyğəmbərimizdən, imamlarımızdan bir çox hədislər qeyd olunub. Üstünlükləri barəsində, faydaları barəsində, həm mənəvi, həm maddi, fiziki, cismani baxımından. İmam Əli əleyhissalamın kəlamında Həzrət buyurur ki, Savmul cəsəd. Savmul cəsəd əl-imsək ənil əğziyə bi iradəti və ixtiyar. İmam cismin orucundan danışır. Xatırlatmaq üçün qeyd edeyim ki, İmam Əlinin kəlamında var, namaz qılanlar barəsində buyurur. Buyurur ki, neçə cür namaz qılanlar var. İmam buyurur, bəzi namaz qılanlar qulların ibadətini edirlər, qorxuya görə, cəhənnəm əzabından qorxduqlarına görə ibadət edirlər. Bəzi namaz qılanlar var, namaz qılırlar, cənnət arzusundadırlar, cənnətə görə ibadət edirlər. Və üçüncü dəstə barəsində İmam buyurur ki, bəzi namaz qılanlar var, nə cəhənnəm qorxusundandır, nə cənnət şövqündəndir. Allahı layiq ibadətə, layiq bilib ibadət edirlər. Bunlar aşiqlərin ibadətidir. Bütün ibadətlərdə baxsaq görərik ki, bu xüsusiyyət var. Adam oruç tutur. Oruc tutmağında məqsəd bu deyil ki, təkcə mən yeməkdən qalmışam. Yox, təkcə bunu fikirləşmir. Fikirləşir ki, Allah Taala bunu buyurub mənə. Mən Allah Taalanın buyurduğunu yerinə yetirirəm. Öz sevdiyi məbudun buyurduğunu yerinə yetirir. Necə ki, Quran-ı Kərimdə Allah Taala buyurur ki, iman gətirənlər barəsində. Buyurur ki, əl-ləzīnə āmənu, onlar ki, iman gətiriblər, əşəddu hubbən lillah, Allahı dəhşət dərəcədə sevirlər onlar. Əşəddu, yəni şiddətli, hubbən lillah, Allahı sevirlər. Ayədə Allah Taala buyurur, ya eyyuhəl-ləzīnə āmənu, elə ki, eşidir, ya eyyuhəl-ləzīnə āmənu, diqqətlə gözləyir ki, Allah sonra nə buyuracaq? Baxsaq, diqqət etsək,
Məsələn, nümunə olaraq kimsə adama iş buyurur, kimsə adama iş buyurur. Adamın sevdiyi olanda o işi sevə-sevə görür. Adamın sevdiyi işi buyuranda sevə-sevə görürsən. Çətin olmasına baxmayaraq heç o çətinliyi göz önünə gətirmirsən. Fikirləşirsən ki, bunu sənə görə kim deyib? Əşəddu hubben lillah. Allahı dəhşət dərəcədə sevənlər, şiddətli sevənlərindir. Orucda da bu cürdür. Oruc tutur, şəriətlə, şəriət qaydalarına riayət edir, orucu pozan işlərdən çəkinir və hətta biz keçən cümə günündə də danışdıq. Dedik ki, mümkündür adam şəriətə riayət edir, şəriətin buyurduqlarına, yəni onlar ki, orucu pozur, onlara riayət edir, amma əxlaqi məsələlərə riayət eləməsə, orucun savabı azalar. Orucun savabı azalar. Qeybətə qulaq assa, ya qeybət eləsə, yalan danışsa, bunlar orucu pozan işlərdən, o orucu batil edən işlərin içərisində yazılmayıb ki, qeybət eləmək orucu pozur. Və hədislərdə var, Peyğəmbər sallallahu zamanında bir nəfər dedi, oruç tutmuşam, dedi, sən qeybət eləmişsən, orucun savabı azalır. Yalan danışmısan, orucun savabı və digər əxlaqi mövzulara bu oruc olduğumuz müddət ərzində riayət eləməyimiz şərtdir ki, o həmin gözəl orucu əldə edək. Həmin gözəl orucu əldə edək. Orucun dedik ki, birinci xüsusiyyəti budur, sadə oruc. Sübh o başlandan ta iftara qədər, axşam azanına qədər orucu pozan işlərdən adam saxlayır özünü. Yeməkdən saxlayır, içməkdən saxlayır. Bu cəsədin, bədənin orucudur. Bədənin orucudur. Bunun da faydası var. Tibbi nöqteyi nəzərdən qabaq tez-tez olurdu. İndi neysə azalıb. Televizorda həkimlər Ramazan öncəsi danışırdılar ki, oruc tutmağın insana nə qədər faydası var. İndi neysə azalıb, səbəb nədir bilmirəm. Yəqin ki, fikirləşirlər ki, oruç tutanların sayı çoxalar. Ona görə lazım deyil. Nə qədər mən bugün baxdım, insanın qan damarlarının, təzyiqin düzəlməsi, bir çox qaraciyərindən tutmuş, böyrək, mədə, yəni insanın bir sözlə bütün əzaları bir ay ərzində istirahət edir. Bütün əzaları, daxilə orqanlarından gedir söhbət, istirahət edir. İstirahət edir bu cür. Və hətta, məsələn, tövsiyə eləyirlər ki, Ramazan ayının orucunda da gərək o qədər çox yeməyəsən ki, məsələn, o adi günlərdə, Ramazandan əvvəlki günlərdəki orucdan daha çox olmasın. Yəni, hiss edə biləsən o orucun olduğun gündən, oruc olmadığın günün arasında bir fərqi hiss edə biləsən. İmam buyurur ki, cəsədul imsək, bədənin orucu olmasıdır, ənil əğdiyə, qidalardan, yeməklərdən, bi iradəti və ixtiyar, öz istəyi ilə, öz ixtiyarı ilə, xovfən minəl iqab, cəhənnəm əzabından qorxu ilə, və rəğbətən fissəvab vəl-əcr, rəğbəti var, istəyi var ki, o həmin savabı da əldə eləsin, əcri də əldə eləsin. Bu bir oruc. İkinci oruc necədir? Var hamısı bir orucdan hesab olur. Sadəcə deməyim budur ki, orucumuzun keyfiyyətini çoxaldaq. Yəni, bu bizim öz əlimizdədir. İstəsək onu özümüz çoxalda da bilərik, azalda da bilərik. Bir orucun kəmiyyəti budur ki, 30 gün oruc tutacaq, ya 29 olacaq, ya 30 olacaq. İnşallah bu ayın axırında, Ramazan ayının axırında bilinir. Amma keyfiyyəti öz əlimizdədir. Keyfiyyətini istəsək özümüz çoxaldarıq, keyfiyyətini istəsək azaldarıq. Və imam buyurur ki, somun nəfs, nəfsin orucu. Nəfsin orucu nədir? İmsəkul həvəs, ənsairil məafin, günahlardan nəfsi saxlamaq. Bu nəfsin orucudur. Adam var ki, cismi orucdur,
Baxırsan, orucu pozan işlərdən görmür. Amma nəfsi oruc deyil. Nəfsi oruc deyil. Nəfsən, yəni oruc tutmayıb. Və xuluvul qəlb min imsəkil həvəssil xəms ən sairil məasin. Qəlbi boşaltmaq, qəlbi təmizləmək. Hələ Ramazan ayı fürsətdir. Nə üçün? İnsan öz qəlbini təmizləsin. Bunu eşitmişsiniz, çox yerlərdə danışıblar. Qəlbin təmizliyi şəhətdir. Qəlbin təmizliyi o qədər önəmlidir ki, o kəs ki, Şəms surəsində Allah Taala buyurur ki, Qəd əfləhə mən zəkkaha. Allah Taala buyurur. Deyir, o kəs ki, öz nəfsini təmizlədi, o xoşbəxtdir. O xoşbəxtliyə çatdı. Qəlbin təmizliyi barəsində bir özü geniş mövzudur. Quran-ı Kərimdə də ayə var, bir qiyamət günündə çox insan ziyana uğrayacaq. Amma o insanların ki, qəlbi səlimdir, sağlamdır onlardan başqa. Qəlbi sağlamdır, yəni qəlbi təmizdir, qəlbi safdır, qəlbində kin, küdurət yoxdur, paxıllıq yoxdur, həsəd yoxdur, əxlaqi rəzilətlər yoxdur. Hamı üçün yaxşılıq istəyir bir sözlə adam. Hamı üçün yaxşılıq istəyir. Əhl-i Beytdə, Peyğəmbər sallallahu görürük bu xüsusiyyəti. Hamı üçün yaxşılıq istəyir. Hamı üçün yaxşılıq istəyir. Bu qəlbin təmizliyindəndir. Bu qəlbin təqvasındandır. Qəlbin təqvasındandır. Dedi, 5 hissi adam kontrol eləyir, günahdan saxlayır, qəlbi təmizləyir. Min cəmi əsbəb-i şər, bütün şər, bütün pis səbəblərdən, bütün pis xüsusiyyətlərdən qəlbini təmizləyir. Oruc barəsində biz öyrənirik ki, ibadətlərdəki, dedik keçən söhbətlərdə ki, bəzi xüsusiyyətlər müştərəkdir. Namazın təsiri var bizə. Namaz bizi saxlayır. Bəlkə adam ardıcıl bu namazı qılır, fikir vermir, fərqinə varmır. Hələ bilir ki, bu namaz o qılır namazı. Amma namaz onu saxlayır. Namaz onu günahlardan saxlayır. Hansı ki, namazın meyarı üçün, qəbul olması üçün Quran-ı Kərimdəki ayə də onu göstərir. İmam da bu cür buyurur. Allah Taala buyurur ki, İnnə salətə tənhə anil fəhşə vəl münkər. Namaz odur ki, insanı pis əməllərdən, günah əməllərdən saxlayır. Namazın xüsusiyyəti budur. Rast gəlib sizə bəzi insanlar olub ki, namaz qılıblar, namazı tərk ediblər. İndi də bir dənə məşhur söz var, deyir, namaz mənə tərk elədi. Məşhur söz budur, bugünkü günün sözü budur. Sən falan kəs nə üçün namaz qılmısan, deyir, namaz mənə tərk elədi. Namaz tərk elədi mənası budur ki, bəzi işlərlə var ki, namaz uyğun gəlir. Düzdür, Peyğəmbər sallallahu zamanında və Peyğəmbərdən də sonra münafiqlər müsəlmanların arasına hələ namazla keçmişdilər. Onlar da namaz qılırdılar. Quran-ı Kərimdə Allah Taala münafiqlərin xüsusiyyətini danışanda, buyuranda bir dənə surə buyurub, Münafiqun surəsi, münafiqlər barəsində onların hələ xüsusiyyətlərinə baxsaq, görərik namazdan istifadə edirdilər. Bugün də var sui-istifadə edənlər, bizim onlarla işimiz yoxdur, amma namazın müştərək ibadətdə təsir var. O da günahdan çəkinməkdir, təqvadır. Oruc da bizə bunu göstərir. Oruc bizə öyrədir ki, oruç tutmaq bizə öyrədir ki, insan öz hisslərini, öz iradəsini, öz istəklərini kontrol eləyir. Var, kəlamlarda var ki, deyir, iftara bir neçə dəqiqə qalmış, süfrəni düzün, stolun üstünü hazır eləyin, oturun süfrənin kənarında. Süfrədə yeməklər var. Amma insan heç birinə əlini uzatmır. Vaxtı gözləyir ki, o vaxt tamam olsun, vaxtdan sonra iftarını etsin. Həcdə də var, orucda da var, günahdan çəkinmək xüsusiyyəti var. Günahdan çəkinmək xüsusiyyəti. Namaz qılırıq. Bir söz necədir? Məsələ burasındadır ki,
Allah Taala bizi halallardan çəkindirməklə haramlardan sözsüz çəkinməyi öyrədir. Halallardan çəkinməklə haramlardan sözsüz çəkinməyi öyrədir. Namaz qılırıq, namazda niyyətdən sonra hamı təkbirətül-ehram deyir. Təkbirətül-ehramın mənası budur ki, ehram nə deməkdir? Haramlar deməkdir də. Yəni halalları haram edən təkbir. Allahu Əkbər dedik namazda. Neçə şey ki, bizə halal idi, daha artıq namaz vaxtı biz onları eləyə bilmərik. Danışa bilməzsən. Namazdan əvvəl olardı, namazda olmaz. Yemək, içmək və s. və ilaxır. Oruc da bu cürdür. Sübhdən, fəcirdən, imsakdan iftara qədər, məğribə qədər saxlayır adamı. Ehram giyinir, həccə gedəndə ehram bağlayır. Ehram da sözünün mənası, yəni artıq bu halalları edə bilməzsən. Nələr ki halal idi, ehram giyinəndən sonra bunları edə bilməzsən. Allah sizə həcc ziyarəti nəsib edəsin, inşallah orada öyrənəsiniz. Və hələ Ramazan ayının dualarında var. O dualar ki, həccin barəsindədir ki, ilahi bu il bizə həcci nəsib et. Ramazan ayının dualarında var. İmam Əli əleyhissalam buyurur ki, oruç tutan barəsində buyurur ki, eyyuhəs saim, ey oruç tutan, tədəbbür əmrək, fikirləşginlə tutduğun oruc barəsində. Oruc tutmusan, oruc barəsində fikirləşginlə, tədəbbür əmrək. Fə innəkə fi şəhri həzə deyfu Rabbik. Sən bu ayda Allahın qonağısan, İmam buyurur. Peyğəmbər sallavatullahın da kəlamı vardı ki, duitum ilə diyafətillah, Allahın qonaqlığına dəvət olunursunuz. Bu Allahın qonaqlığını bir dənə gözəl açıqlaması var. Bir adamı bir yüksək bir yerə qonaq çağıranda, hamı deyir ki, mənə filan yerə qonaq çağırmışdılar. Hamı deyir, mənə filan kəs qonaq çağırmışdı. Nə qədər yüksək mərtəbədə olsa, hələ söhbət arasında, söz arasında hamıya deyir ki, mən filan kəsin qonağı olmuşam. Burada Allah Taala, Allahdan üstünə heç kəs yoxdur ki, deyir Allahın qonağısınız siz. Sonra qonaqlıqda kimlər var idi? Onlardan danışır. Kimlər var idi? Mən olan qonaqlıqda filan kəs də var idi, hörmətli insanların adını deyir, filan kəs də var idi, filan kəs də var idi və bu həmin qonaqlıqda görün kimlər var. Görün kimlərlə siz eyni qonaqlıqdasınız. Və daha sonra qonaqlığın ədəbi var, qaydası var, qonaqlıqda necə olmaq lazımdır. Bunlar hamısı öz yerində. İmam buyurur ki, diqqət elə, yenə unzur keyfə təkun fi leylik və nəharik. Diqqət elə, yenə gecə və gündüzün barəsində diqqət elə, yenə. Bəlkə biz başqa vaxtlarda bunu etmirik, amma mən tövsiyə eləyərdim ki, bu cür eləyək, bu cür edək. Nə edək? Vaxtımızı cədvələ tutaq. Yaxşı bir işdir. Mən saat neçədən neçəyə kimi istirahət edeyim, neçədən neçəyə kimi nə edim? Mən tövsiyə eləyirəm ki, hələ bu Ramazan ayı fürsətdir. Gecə namazını da qılın. 11 rükətdir. Mən demirəm uzun zikirlərlə, uzun dualarla qılın. Yox, hələ sadə qılın, 11 rükətlə qılın. 2 rükət sübh namazı kimi, axırda da 1 rükət vitr namazı. Qılın gecə namazını. Görün nə faydasını görəcəksiniz. Sonra yavaş-yavaş zikirləri artırarsınız. Əgər məsləhət bilsəz. Əgər o şirinliyi görsə, zikirləri artırarsınız. Yox, hələ bu cüzdə davam edin. Yəni, Ramazan ayından sonra deyək ki, bizə nəsə qaldı. Ramazan ayından sonra biz nəsə əldə elədik. Mən gecə namazını öyrəndim. Mən nafilə namazını öyrəndim. Gündəlik nafilə namazları var. Sübh namazının 2 rükət nafilə namazı var. İndi kim qəza qılır, sübhü qılır, sonra qəza qılır, öz yerində 2 rükətdə nafiləsini qılır. Hələ deyin, sübh namazının nafiləsini qılıram. Hələ asanlardan başlayın, sonra zöhrün 8 rükət, əsrin 8 rükət, bunların nafilələrini qılın. Yəni, vaxtımızı oturmuşuq bikar,
Oturmuşuq ki, bu nafilələrlə qılaq. Qəza qıla bilirsiniz, qəza lap yaxşı öz yerində. İmam Əli əleyhissalam kəlamında buyurur ki, İmam Əli əleyhissalam kəlamında buyurur ki, Ramazan ayının orucunun başqa bir xüsusiyyəti var ki, adama səmimiyyət öyrədir. Adama səmimiyyət öyrədir. İxlas öyrədir. İxlası hələ bizim sadə dilimizlə desək, səmimiyyət. Adam var ki, üzvə yalandan gülür, arxamca mindən söz danışır. Amma Ramazan öyrədir ki, bir üzün olsun. Səmimi ol günah. Ya Mövlana Cəlaləddin Ruminin dediyi kimi, ya olduğun kimi görüngünə, ya da ki, göründüyün kimi ol günah. İndi insanlar əgər buna riayət edəsələr, çox böyük faydalar əldə etmiş olarlar. İmam Əli əleyhissalam bəli buyurur ki, Allah Taala səmimiyyət ruhunu insanda inkişaf elətdirmək üçün, səmimi olması üçün insanların Ramazan ayının orucunu vacib edir. İnşallah söhbətimizin davamını ikinci xütbəmizdə edərik. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvəllahu əhəd, Allahu saməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sədəqallahul əliyyul azim. Peyğəmbər